5 yaşlı Mahib həyatının yarısını həbsxanada keçirib. Onun qətl ittihamı ilə həbsdə olan anası oğullarını həbsxanaya 2 il yarım bundan əvvəl gətirib. Səhər bibi oğullarının azadlıqda yaşamalarını istəmələrinə baxmayaraq onlara baxan olmadığını deyir. Səhər onların həbsxanada olduqlarının yaxşı hal olmadığını, uşaqların ətrafda dolaşmaq, parklarda gəzmək, məktəbə getmək istədiklərini deyir. Çox zaman məhbus analar hökumətin uşaqların himayəsi proqramına etibar etmirlər. Pakistanın İnsan Haqları Nazirliyindən Məhəmməd Həsən Mangi nəticələrin uşaqların əzab çəkməsinə səbəb olduğunu deyir. Uzun müddət həbsxanada qalmanın uşaqların psixoloji və sosial həyatlarına mənfi təsir göstərdiyini düşünürük. Çünki onların əqli inkişafı üçün həbsxanada lazımi qayğı göstərilmir. Ana və uşaq proqramı analara şəfqət mahiyyətli bir təşkilatdır. Proqrama əsasən uşaq 5 yaşa çatanda həbsxananı tərk etməlidir. Lakin Muskan adlı bu uşağın 7 yaşı var və artıq 2 il yarımdır buradadır. İnsan oğurluğunda günahkar bilinərək həbs edilən Muskanın anası Yasəmən qızının onunla həbsxanada qalmasının daha yaxşı olduğunu deyir. Burada azadlıqdan daha təhlükəsizdir deyə o bildirir. İnsan haqları üzrə vəkil Anis Kilani bunu belə izah edir. Onlar qızlarını ataları ilə birgə ona görə qoymaq istəmirlər ki, ataları onlara kiçik yaşlarında ərə verə, hətta sata bilər. İnsan Haqları Nazirliyi tərəfindən ölkənin 5 həbsxanasında aparılan araşdırmalar 68 uşağın anaları ilə birgə həbsxanada yaşadığını göstərib. Lakin həbsxanalarda hal-hazırda neçə uşağın qaldığı və ya oradan çıxandan sonra onların taleylərinin necə olduğu bəlli deyil. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.